olunmaz. Necə dedik? Dedilər Qur'ana gələndə Allah Tebaraka ve Teala nə deyir? Bismillahirrahmanirrahim. Və la yadlimu rabbuka ahsantum ahadan. Və la yadlimu rabbuka ahadan. Kimi qaz edir bu ahad? Həm arvadı şümül edir dedilər. Və həm də erkeğe. Yarın Allah Tebaraka ve Teala deyir kıyamet günü gələndə Allah Tebaraka ve Teala nə arvada zulm edər və nə də erkeğe zulm edər. Hər keş nə əməl edib öğünə gəlir. Öğünə necə gələr ağalar, bu sualdır. Dedilər əvvələn sicil a'malında yazılı, bitti bəs sicil a'malında yazılı. Dedilər yox. Sicil a'malında yazılmağı bu ahad maratib el-adil ilahidir. Allah'ın hatta adaləti görsün, inkar etməsinlər. Allah Tebaraka ve Teala nə edib? Sicil a'mallarında yazıbdı. Bəs bu? Yox dedilər. Dedilər o əməl, iki insan etdiği əməl öğündə hazır olu və əgər iyi əməl edibsə, nə surasında gəlir? Bir gözəl surədə gəlir, gözəl şəxus surasında gəlir, özü ilə qalar, ilaha zamanı kimin? Cənnətə girənə kimin? Amma əgər gəldiysə, xarab əməl edibsə, dedilər, xarab surədə gəlir, özü ilə qalar, nədir? Qiyamata kimin? Cəhənnəmə girənə kimin? Ağalar buna dedilər buna deyirik tecessümül a'mal. Yani nədir xarab sırada gəl? Yani evdə oturur, aynen onun kimin ru'ub filminə baxır, özü içində bir qap çərəz qoyub qırır, atır orada da ru'ub filminə baxır. Belədir surə? Yox ağalar, belə deyil. Surada o xarab surada gəlir və ənəhu qoy belə deyim siz için tasvir edim. Həşə qədrizdən bir dənənin üzərinə bir yerdə hasar qoydular, özünü 3-4 qudurmuş köpək açdıysalar üzərinə. Hələ onlar gəlməyəndən əvvəl özünü səktə qəlbiyə vurar ya da yox. Səktə qəlbiyə vurar ölər, hələ o köpəklər yaxınlaşmayan əvvəl özünə. Av bi ənəhu bir yerə atdılar özünü bir quyuya və ənəhu bir parça dolu aqrabdır, bir parça dolu ilandı. Bunlar nədirlər? Bunlar əməlidir. Kayınbabam rəhmətli türbə qazan idi, həkət edir. Günlərin birisində deyir, türbəni qazdıq, İstədik, ənək ayağımız yandı. Edə bilmədik ənək. Türbəyə ənə bilmirik, ayaq qoya bilmirik, ölünü istirik, əndirək, ayağımız yanırıq. Bu təcəssümül amaldır, ağalar. Deyir ki, ikincini qazdıq özü üçün, ikincini qazdıq, baxdıq, hilim çıxır yerdən. Deyir, vazgeçdik, ikinciden getdik üçüncüyə baxdıq, ataş yanır, sönür. Yanır, sönürdür, hayır qaldıq, getdik o vaxt məmləkətdə. Deyir, burada bir şix var idi, indi yadıma gəlmir hansı şixi. Deyir, getdik, dedik şixə, dedim, onun əməlidir. 50 türbədə qasıydı, üçün aynən budur. Evimizə bir musafir gəldi, Bağdadda. Arvad həkət edir. Dedi, Ali, babam üçün 3 türbə qazdılar, 3'sü də siyana çıxdı. Birincini qazdılar, Həşə Qədizdən birinci türbə siyana. Vazgeçdilər, ikinci qəbri qazdılar, aynən siyana. Üçüncü qəbir qazdılar, aynən siyana. Bir qardaşlarım dedilər, qoyun babamızı bu siyanada gömün. Babamızın a'malı buydu. Və illa onun için qəbri siyana çıxır. Ne etmişti dedi arvadaka, sonra dedi, ne etmişti babay? Dedi, valla babam arvadlar arxasıca gidən idi. Arvad bərəs idi biz deyirik. Ağalar gülməyin, vaqiəlidir. Bazı insan baxasay bi ənəhu bəs bir mücərrad arvad güldü, üzünə av imşaq bir hərəkət etdi, daha tükün tökər, aynı o quşakya kimin, daha öz-özündə qalmaz, ərir. Neyden gəlir bu? Bu insanın şəxsiyyətsizliğindən gəlir. Dənə hələ ən dini də qoyağın hələ yan. İnsanın şəxsiyyəti olduysa ərməz, öz-özün ucuz etməz. Və bunlar nədir? Baxırsa bir ənəhu dairədə bir dənə üzünə gördü, bir dənə hənə getdi özündən, bir dənə baxdı özündən, bitdi, daha etdi dinini, bütün şeyin, axlaqını Həşə Qədizdən nə edər? Ayaq altına qoyar. Və budur təcəssümül amal. Ağalar, bu yarın gəlişdə bu şəkərə dönər. Beləyə dönər, qəbli belə dönər. Fəlidəlikə Allah Tebaraka ve Teala eden nədir? Budur tecessümül amal. Lidalike insan ne için Allah Subhanahu Teala onun için Allah Tebaraka ve Teala ennehu iktifa etmir sicil amaldan. Ne için ağalar? Ne için illa Allah Tebaraka Teala koyur herkesin ameli yarın tecessüm etsin illa hazır olsun. Lennu eğer gelseydi bes bir mücerred sicillil amalda yazılsaydı afalları, masiyeleri inkar ederdi özünü.
İnsanda mukabara var ağalar. İnsanda yalan demek var. İnsanda kasavat var. Mukabara var özüne. İnkar ederdi özüne. Bidelil ennehu nedir? Bidelil nedir? Hala özü de ettiği masiye üzerine kıyamet günü gelende diğer ilahi döndürmeni iyi amel edim. Rabbirci'uni lealli a'melu salihan. Hele ettiği üzerine de, hele dili de var orada bir ennehu ilahi sen döndersey ben iyi işlerim. Allah tebareke ve teala yalancı çıkarırız derse yalan değilse mücerred sen bu dediği iddiada döndüyse de aynen ahlakıya dönesey. Ne diyor Allah tebareke ve teala? Kella innaha kelimetun huve kailuha sen dediği mücerred kelimedir, mücerred iddiadır sen yalan değilse dönderdiysem de sana aynen ahlakıya döndesey. وَلَوْ رُدُّوا لَعَادُوا لِمَا نُهُوا عَنْهُ döndüyse de aynen nedir? Aynen ahlakına döner. Türkmen'de bir hoş mesel var ağalar. Bundan da ihtimal demişim. Diğer ağır ağaç bütünüz de maşallah bilsiz özünü ağır ağaç düz olmaz. Felidalike bak insan eğer geldiyse uşaqlıqkən öz-özünü bənsləmədiysə, yengi 15-14 yaşından, 12 yaşından öz-özünü bəzi mələkat öz-özündə zər etmədiysə, ağalar noncana öz-özünü bi ennəhum müştəmədə mütədəyyin görsətdiysə, xəluq görsətdiysə, xadimil Hüseyin görsətdiysə, baxasa 70 yaşında olub, bilmirəm 75 yaşında olub, baxasa illa ayaq siranı, yo muamələ muharramada işlər bilməm neçə dəftər xasar edib, yo bilməm baxar bi ennəhu bir dənəni peşine düşüp fadihə olub, yox bilməm bir dənəydən tutublar resim yollayıb üçün yama aşxas mobildə resim yollayıb başçablanmış, baxsay fadihə olundu. Hər vaqiələrimizdə çox belə şeylər var. Fənə gəllə ağalar idən insan bəsləməmək özünə. Onun için Allah təbarəkə və teala nə deyir? Və vəcədu limə amilu hadiren bi'tibar ennehu insan o zaman iki ameli o dünyada hazır olduysa insan ne der? İnkar edebilmez daha hücce kalmaz. Ne inkar edebilir ne yalan diyebilir ve ne de diğer ben bunu etmem. Enne hücce üzerine itmam oğlu. Felidalke bak değiller bazı rivayetlerde var. Ben affedersin çok selaşım 180-60 de ennehu meclisimiz var. Saat 2'de. Felidalke değiller yarın insan haletel ihtidarda gelende o halettedir 60 yıl yaşayıp, bilmem 70 yıl yaşayıp, bilmem 90 yıl yaşayıp, aynen diri ettiği amallar bütünü şerit öğünden geçer. O haletel ihtidarda film kimin öğünden geçer. Fena için hatta tezkir etsin o ne edip de yadına sallar özüne Allah tebareke ve teala. İmam Sadık salavatullahi ve selamu aleyh dir yarın gelende kıyamatta herkesin kitabı eline verir. Ravi dir ibn Resulillah kitabın herkesin eline verendeler. Bu biler o kitabında ne var hatta okuduysa anlasın özünü. İmam ne dir? Dir tezkir eder özünü. Yani o kitap ağalar nedir? Yazı var özüne. Velakin tezkir eder. Lidalke değiller insan ne için tezkir etmeli nisyan eder? Liennehu sebep de bu cesetti. İnsanın ruhu bu cesette sicin olduğuna nedir? Nisyan eder ettiği amallar. Ve illa bu ruh eğer çıksa bu cesetten hatta alemizlerde bu dünyaya gelmeyen evvel hele nene babanın karnına düşmeyen evvel değil o alemden ne var idi onu yadına salar. لأن روح bu cesette sicin olduğuna onun için tezkir ettirmeli. İmam Bakır gelende idan nada ağalar teşdid ettirir. İmam Bakır sallallahu selam aleyhidir ya beni beşer. Fema min lahzatin ولا كلمة ولا نقل قدم من مكان إلى آخر ولا فعل شيء إلا ناده إلا بذكر إلا ناده إلا ذكر ده سيوزنه. Yoktu insan ağalar iki ömründe 1000 او milyon kadem ikine yeriyip hutva atıp harama gidip halala gidip meclise gelipdi camiye gelip bütünlü üzerine nerede? Bütünlü hesap üzerine bir şey gitmez. İden Allah tebareke ve teala buradan diyor ennehu nerede? Ve la yadlimu rabbuke ahaden bi ennehu Allah tebareke ve teala huzur olmağıydan amallar teksim olmağıydan yarın kıyamatta bi ennehu daha kimseye zulüm yoktu. Ahad maratib el-adil el-ilahi. Buradan Allah tebareke ve teala ikisinin de hakkında istihdam etti el-ahad. Ve ennehu hiçbir kimse yarın ne erkek ve ne de arvad sensele zulüm olunmaz. Bu ahad mezaya el-ahad. أخير نقطة من مزايا الأحد أغلر وهو أنه أحادي يالغز استخدام يتيساخ أنه كما قدر شيء مسفكرمز الله تبارك وتعالى عين الرب كمن
Diyende Rab kime gider? Fikri Allah'a gider. Ama dediyse ey Rabbul Amel, av Rabbul Beyt, yani evin babası, Rabbul Usra, evin babası. Rabbul Usra nedir? İzafe etmeğinden Rabbul Usra'ya av amele beşere gider. Beynema ennehu Rabbi yalğız demeğinden Allah'a gider. Hatta aynen bu meyize var özünde. Ahadi yalğız istihdam etmeğinden ennehu hara gider. Kimi şimleder? Allah Tebareke ve Teala kasdı onun özünde. Beynema ennehu izafe ettiyse özünü beşer kasdı onun. Ya nisa ennebi lestunneke ahadin minen nisa. İzafe olmağıyla kimi kasdı etti? Arvadları kasdı etti. Felidalke idan ağalar bakın bu mezayeler ikine de ahadda var, vahidde yoktu. Onun için Allah Tebareke ve Teala dedi kul huvallahu ahad demedi. Kul huvallahu واحد وصلى الله على محمد وآله الطيبين الطاهرين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد صدق الله. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين اللهم لك الحمد حمدا دائما أبدا سرمدا لا انقطاع له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله اللهم صل على محمد سيد المرسلين وخاتم النبيين وحجة رب العالمين اللهم صل وسلم على علي أمير المؤمنين وسيد الوصيين وإمام المتقين وحجة رب العالمين اللهم صل وسلم على الصديقة الطاهرة فاطمة الزهراء سيدة نساء العالمين اللهم صل وسلم على سيدي شباب أهل الجنة الإمام حسن المجتبى والحسين الشهيد بكربلاء اللهم صل وسلم على الإمام علي زين العابدين وسيد الساجدين وحجة رب العالمين اللهم صل وسلم على الإمام محمد الباقر والإمام جعفر الصادق والإمام موسى الكاظم اللهم صل وسلم على الإمام علي الرضا والإمام محمد الجواد والإمام علي الهادي اللهم صل وسلم على الإمام حسن العسكري اللهم صل وسلم على الإمام الحجة المنتظر المهدي اللهم عجل فرجه اللهم سهل مخرجه اللهم اجعلنا من أنصاره وأعوانه بحق محمد وآل محمد Ağalar idən birinci bəhətimizdə dedik ki, ən hünəc Allah Təbarəkə və Teala qul huvallahu ahad dedin demədi, qul huvallahu ahad dedilər, məzaya var ahadda. Onun üçün Allah Təbarəkə və Teala istihdam etdi bu ayətdə ahad istihdam etmədi, vahid. Ahadın mənası nədir? Burada deyəndə ahad, indi bəhətimiz budur. Allah Təbarəkə və Teala deyəndə qul huvallahu ahad, yəni nə qazd edir ahadda? Dedilər ahadın aslı min avhadədən gəlib. Aslı avhadədir. Yəni dedik nə qazd etsiz? Dedilər deyəndə aslı avhadə yəni ahadiyyun na'at. Nə qazd etsiz ahadiyyun na'at? Dedilər ahadiyyü sıfa. Bimənə ənəhu heç bir kimsə, heç bir şey yoxdur. Allah Təbarəkə və Teala müşarik olsun Allahın sıfatında. Fəlidəlkə dedilər idən ahad deyəndə yəni nə qazd edirik? Qazd edirik ənəhu mütəfərriddir fi xəsais zat. Ağalar gərək bunları bəyan edəğin. Qorxaram indi bəzi kimsələr bir ənəhu deyir, Seyyidina bu matlab ağır matlabdır. Ağalar məcbur bunları bilindirək. Məcbur gərək bu mataliblər bilindirəğin. Lənnəhu əgər bu matalibləri bilmədiysək dinimiz anlamarıq. Avvəlüddin ma'rifetuh. Allah Tebareke ve Teala'nın ma'rifesi. İnsan Allah Tebareke ve Teala'nın eğer ma'rifesi olduysa Allah Tebareke ve Teala'ya dini kuvvetli olur, dinine iltizam eder. Naçı insan dinini ucuz görür? Lennehum ma'rifesi yoktu Allah Tebareke ve Teala'ya. Ma'rife eğer isterse insan özünü yapsın, esas vursun özü için ve huve ennehu nâde. La budde ennehu nâde. Avveluddin ma'rifetih. Lidalke aynen koy böyle bir şeye benzedim sizi için özünüm. Eğer biz ennehu dinimiz için ma'rifemiz olmadıysa biz siz neye benzer dinimiz?
O bəzi kere görübsünüz bir az kuvvetli yağış yağanda rəsən ne der? O evi aparı yerinden baktıysa evde yerinden düşüp aynen ora benzer. Ya uzağa gedirik. Absat bir mitir rahmet babayın ya uzağa gedirik. Cisirlerimiz Allah ömürlerine nədir ömürlerini uzun etsin o nədir məsullərin. Allah ömürlerini uzun etsin. Fəgələndə bir ənəhu nədir özləri cevlərini doldururlar. Biz de o cisir üstündən düşəndə yer altını doldurağın. Hatta biz de gömüləğin. Vaqı bəlada qalar. Və ənəhu nədir gətirir səni için. Aynı benzer hası imma bu cisirimizə imma havliyə gətirir. 2 boru atar sənin için 2 şofil üstüne torpaq atar. Aləmə deyər için bir ənəhu mən bir fəthül futuh ettim, incaz ettim. Bir ənəhu nə için? Ləənəhu fəsad idari var. Fəsad idari olduğun işte halımız budur. Bir xutva öge getmərik. Yağış yağdı. Sicinolla harda hurmatda daha yazıya çıxa bilmərik. Və idən ağalar ənəhu nədir? Onun için mən bu mülahadaya istədim tənbih edim. Ənəhu labuddə gərək biz əsasımız kuvvetli edəğin, əsasımız da muhtarıq, kuvvetli etmək üçün gərək belə matalibləri ağalar gərək bəyan edəğin. Mən onca adı mənim vazifam. Əndirirəm matalibi doktora müstəvasından 5 ibtidai müstəvasına əndirirəm. Hatta bir dənə çıxanda muhadardan deməsin valla ağa anlamadım. Mən səni için belə tapsit edərəm özünü 5 ibtidai müstəvasında. Ma'al ilm özü ənəhu matlaba kana matlaba doktora matlabıdır. Fəlidəlikə idən gələndə ağalar nə deyirlər? Deyirlər أحد يعني متفرد في خصائص الذات نقص ديتسيس ديدلر ديندغ أحد متفرد في خصائص الذات يعني الله تبارك وتعالى عن ذات الله o خصائص iki özünün خصائصı var o خصائصda hiçbir zat özünün خصائصından kaldırmayıp lidalke dediler bu nədir? Bu delilil basatadır. Dedi yani ne qasdıyız bu delil basatadır? Dediler diyende delil basata yani mürekkep diyor. Eşitipsiz ağalar ben akaid ders olanda akaid üzerine seleşendeler diyorlar Allah basitun. Ne yani Allah basitun? Yani mürekkep diyor bizim kimin? El ayağı yoktu. Yok bizim kimin eli var, ayağı var, gözü var, burnu var, bilmirəm nəyi var. Bizim kimin dögü. O bir məzahiblər bir ənəhu nə deyirlər? Bizə bənzətlər özünü deyirlər. Allah təbarəkə və teala mürəkkəbdir. Aynən bizim kim bir ənəhu bir gəncdir. Əmrəd ənəhu tüksüz canı imşaq bir gəncdir. Hər cümə gecəsi hara ənərə qalar? Dünyanın yuxarısına, bulutuna ənər. Av bi ənəhu nədir? Arşın üzərində oturan arşda səs çıxardı. Fa onlar bu şekil ettiler. Beynama biz yok. Biz deyirik Allah tabaraka ve teala ənəhu nədir? Allah tabaraka ve teala müteferritti fi xasais zat. Yani bir məna nədir? Yani Allah tabaraka ve teala'nın özünde olan xasais hiçbir şeyde yoktu. Allah da bin netice ne yestirgiyeceğin? Bin netice diyarik Allah tabaraka ve teala'nın sıfatı aynı zatıdır. İnfikak olmaz Allah'tan sıfatı. Es-sıfat ilimdi, kudredi, sem'di, basardı, iradedi, hayattı. Bu sıfalar Allah tabaraka ve teala'nın infakak olmaz Allah tabaraka ve teala'dan. Bizim kimin diyor ki bizde indi hayat var. İhtimal bir saat sonra ha ağalar infakak ol bu hayatı ölür. Müsemmede çağırlar diye filan öldü. İndi bir ennehu görürük. İhtimal bir ennehu nədir? Yatanda görürük. Yok infakak olundu bu sıfa. Biz gelende dünyaya çıkanda ma'lumamız var idi. Yok ve innema okuduk, camiye geldik, mecalse geldik, ma'rifemiz oldu elhamdülillah. Ve insan bazı kere baksa nefis bu olduğu ma'rifesi, ilmi ennehu nədir? Nisyan oluzundan infakak oldu. Allah tebareke ve teala'dan bu infakak olunmaz. İden Allah tebareke ve teala ennehu dediler sıfatı aynı zatıdır. Bima'na ennehu Allah'ın sıfatı infakak olmaz zatından. Bes ve lakin sen istirsey bilesey yani Allah necədir iden hakikası edebilmesey Allah'ın hakikatini bilesey aslan bilmesey. İmam Bakır tekid edirdir elihel halqu an nadi idraki hakikati والإحاطة بكيفيته. نادي عن أله الخلق عن إدراك حقيقته والإحاطة بكيفيته. يعني أله الخلق يعني خلق hayır kaldılar Allah'ın hakikasını idrak etsinler. İdrak edebilmezler. Onun için mülhidler ne ağalar ilhada gittiler. İstediler Allah'ın hakikatini idrak etsinler. Edebilmediler. O diye inkar ettiler Allah'ın vücudun.
Fe'iden biz edebilmerik Allah Tebareke ve Teala'nın hakikatini idrak edelim. Lennehu akıldan üskərdir, aslan edebilmerik. Bunu Emir-el-Müminin salavatullahi ve selam aleyhi güzel tafsil edir bizim için. Bakın nece. Bir i'rabi geldi Emir-el-Mümininden Ma'rakatil Cemel'de harbin ethnasından harb içinde. Dedi ya Emir-el-Müminin sen değilsey innallaha vahidun. Ma'limdir bu i'rabi bi biz anladığımız o diyor ki çöl Arabindendir. Diğer Arap çöl Arabi i'rabi diyenler. Yo. Bi ennehu nâdi fahim i'rabidir. Sualından ma'limdir. Ya Emir-el-Müminin sen değilsey innallaha vahidun. Emir-el-Mümin'den olan ceş yerinden hücum edirler bunun üzerine. Herkes başladı tekdir etmek bunu. Sen indi bu vaktidir Emir-el-Müminin ne halde harp halında ne vayda alamet teşci edir halabe alamet taktit edir harp öz için. Sen gelip say sorsa yüzünden ya Emir-el-Müminin sen değilse innallah vahidun. Bu suali yani tecil olmaz Emir-el-Müminin dönenden Mescid-i Kufa'ya gidese mescitte sonrası yüzünden. Emir-el-Müminin ne diye dağlar? Bakın imamımız ne azim imamdı. Bu da imam. Bu da Allah'a adamı. Emir-el-Müminin ne diye özüne? Dedi durun. İ'rabi istediğini biz kavminen istirik. Yani biz gelmemişik bunlardan döküşmağımız bir karış yer sebebine, av neft sebebine, av iskambil sebebine, av masalih sebebine. Yok. Biz gelmeğimiz bunlardan bir ennehu döküşe çıkmağımız ne sebebineydi? Tevhid meselesi sebebineydi. Fedöküşümüz bunlardan bu neydi? Tevhid kadiyasındaydı. İmam salavatullahi ve selam aleyh dedi ya i'rabi bu suali seni 4 kısımdı. 2 kısım bi ennehu ne diyende innallahu vahidun sen diyese Allah vahid. 2 kısımda caizdir Allah'a diyese Allah vahid. 2 kısımda caizdir diyese Allah'a Allah vahid. Ya Emir-el-Müminin hası 2 kısım caizdir Allah'a sen diyese Allah vahidun dedi. O zaman diyende Allah vahidun sen kazd edirse babil a'dadı. Lennehu kazd edirse babil a'dad Allah Tebareke ve Teala vahidin neyi var ağalar fi kibalihi. 2 var fi kibalihi 3 var. Ondan Emir-el-Müminin ne döndü özüne dedi. Dedi görmesey Allah Tebareke ve Teala Kur'an'da diyeri nerede? O kimseler 2 dediler. Thalithu thalâfe tensip etti özlerine kufra. Kimiydi onlar? Nasara. Dediler bi ennehu Allah Tebareke ve Teala thalithu thalâfe'de. Yani Mesih 2'di. Meryem 3'üdü. Allah Tebareke ve Teala 1'di. İden Allah Tebareke ve Teala 3 tanenin biriydi. Özleri tasavvur edirdiler. Diyendeler 3 tanenin biriydi. Allah bi ennehu tevhid edirler. Velakin niyetler Allah'a tensip ettiler. Allah'ın methili var. İsa Allah'ın methilidir. Meryem Allah'ın methilidir. Febidalke tevhidden çıktılar. Allah Tebareke ve Teala'ya neye tensip etti özlerini? Küfre tensip etti. Ne için? Lennehu vahid kazd edendeler. Neyi kazd ettiler? Babil a'dadı kazd ettiler. Hatta burada 2 tane var. Meryem'le İsa aleyhisselam bir tane de Allah eden 3 oldular. 3 tanenin birisi Allah'tı. Vahidu thelâfe fe ithâlifu dimthâli thelâfe fe kifrettiler. İmam dedi bu caiz. Diyor ki Allah Tebareke ve Teala'ya sen diyese Allahu vahidun kazd etse özünde babil a'dad. Ne için? Lennehu tevhidden çıkasay Allah için methil alasay Allah vahid sebedabil a'dadta yani ne iknayı var ağalar. İkincisi var. Bu caiz diyor Allah'a. İkinci dedi sani ennehu demagi Allah vahidun ennehu nav kazd etse özünde. Nece nav kestiysek, indi bizim erkeğe aldıysak, arvada aldıysak, nav'diler min cinsil insan. Olar bi ennehu diyendeler bi ennehu Allah Tebareke ve Teala o mezahibler ne değiller ağalar? Değiller Allah bi ennehu şabun amradun ennehu cum'alar gecesi ener hara. Bi ennehu göğün yukarısına sama dünyaya ener. Fe izen ne dediler? Nav ettiler Allah Tebareke ve Teala. Lidalke izen bu vahid caizdir Allah Tebareke ve Teala. Av diyese Allah Subhanahu ve Teala vahidun minel cins. Ne için? Lennehu cinsten bir tane ettiği sözünü maddeye döndürdü. İnek kimin? Biz diyendik bi ennehu cinsil maadin. Cinsil haşeb. Cins bilmem ne. Bunları alandak bu maadinde bu mabıların neyde müşterekler bu ecnaslar? Maddede müşterekler. Allah Tebareke ve Teala'nın cinsten bir tane ettiği sözünü eden Allah'ın madde ettiği. Aynen bunu kim bir madde ettiği. Bunu kim bir madde ettiği sözünü. Fe eden Allah'a caiz diyor ki ennehu cins imma ennehu vahidun minel a'dadesi ennehu bi'itibar methili var.
واحد من النوع دسي اركقاضم كمين دسي كما نادى وبر مذاهب لرجيتلر عينا واحد من النوع عينا إنسان بنزات يوزن واحد من الجنس دسي بأنهم مادتي الله تبارك وتعالى bu Allah'a caiz diyor. İndi gelağın bu iki noktada diyeyim hatmi dağın ağalar. Deyir ama o iki caizdi Allah tebareke ve teala ve huve bu şekil. Diyese Allah vahidun leyse lehu şebehun fil eşya. Kezalike Allahu Rabbuna imam dedi. O şekil diyese Allah vahiddi ve lakin hiçbir şey yoktu Allah'a benzesin. Hiçbir şey neye getirsek Allah'a benzesin, hiçbir şey Allah'a benzemez. İmam dedi nerede? Allah vahid, bes hiçbir şey özüne benzemez. Bu şekilde dediysek Allah vahiddi, iden bu caizdi Allah. İmam kalk ne dedi? Kezalike Allahu Rabbuna. Bu caizdi. İkinci şey, ennehu dediyse ahadiyyül ma'na. Allah diyende vahidti yani nad ahadiyül ma'na. Nad ahadiyül ma'na ya emirel müminin. Dedi yani biennehu diyse Allah mücezze diyor. Allah mukassem diyor bizler kimin. Şimdi biz mücezze eller bir cüzüdür, ayaklar bir cüzüdür, göz bir cüzüdür. Mücezze diyor. Mukassem diyor. Allah tebareke ve teala ahadiyül ma'na. Ne tecziye oğlunu vücutta, ne tecziye oğlunu akılda, ne tecziye oğlunu hayalda. Fe Allah tebareke ve teala bu şekil vahid dediyse yüzüne iden bu sahihdir. Lennehu Allah'tan başkası imma vücutta tecziye oğlunu, imma biennehu fikride tecziye oğlunu, imma biennehu nade hayalda tecziye oğlunu. Beynama Allah tebareke ve teala tecziye olunmaz. İden ağalar gördüğünüz iki şey. Vahid caizdi Allah'a diyesek üç şey caiz diyor. Av iki şey caiz diyor. Caiz olmayanlar ennehu babil a'dadat girdese yüzüne diyende Allahu vahid ennehu adadı kazdiyetsek beger bela kazdiyetsek manası Allah'ın mesili var. Kema ennehu nadi meshiler dediler Allah tebareke ve teala thalithu thalatha. Av nev'in nadi vahidun minen nev'a ennehu insana benzeti. Av vahidun minel cins ennehu madde diyoruz. Bu caiz diyor. Ama ne diyese Allah tebareke ve teala vahiddi ve huve ennehu diyendey Allah tebareke ve teala vahiddi. Yani Allah tebareke ve teala vahidun leyse lehu şebihun fil eşya. Hiçbir şey Allah'a benzemez ve kezalike Allahu Rabbuna imam dedi. İkinci şey caizde Allah tebareke ve teala'nın hakkında ve huve ennehu ahadiyyül ma'na. Nerede ahadiyyül ma'na? Ennehu Allah tecza olmaz, taksim olmaz ne vücutta, ne akılda ve ne de hayalda. İden buradan inşallah tevhidin manasını bilerek ve sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin ila arvahil enbiya'i vel ulemai ve şühada ve amwatina ve amwatikum nuhdi lil cemi' thawabel Fatiha ma'as salat ala Muhammed ve ali Muhammed. Ya Allah. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahu ekber, Allahu ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne emiren mu'minine aliyen veliyullah. Eşhedü enne emiren mu'minine aliyen hüccetullah. Hayye alas salah, hayye alas salah, hayye